Salamlar. Bu videoda Meta WhatsApp API problemlərindən danışacağıq. Bu sual bizə tez-tez gəlir. Niyə görə API-dən istifadə edib toplu mesajlar göndərməyik? Burada 5 səbəbi deyəcəm sizə. İlk öncə, yəni ki, bir çox insanlar üçün qiymət əsas faktorlardan biridir. Düz, ən əsas faktor deyil, amma birinci faktordur. Bir mesaj üçün 9 sent, üstəgəl 18% edib ödəyəcəksiniz. Eğer 100 mesaj gönderirse bu 9 dolar üstəgəl 18% edəcək. Və bu kifayət qədər ciddi bir rəqəmdir. Amma daha ciddi məsələlər var. Həmin nömrəni artıq normal WhatsApp appində aça bilməyəcəksiniz. Bildirişləri ala bilməyəcəksiniz və müştərilərə istədiyiniz vaxt mesaj göndərə bilməyəcəksiniz. Adi bir mesajı belə göndərə bilməyəcəksiniz. Siz yalnız və yalnız tutalım ki, hər hansı bir şablon yaradırsınız Meta'nın daxilində və onu seçilmiş şəxslərə göndərirsiniz. Və əgər onlar sizə geri dönüş ediblərsə, siz onlara cavab verə bilərsiniz. Əgər 24 saat ərzində heç bir geri dönüş yoxdursa, o zaman siz yenidən onlara toplu mesaj göndərməlisiniz ki, onlarla yazışa biləsiniz. Əlbəttə, yenə də onlar sizə geri dönüş etməlidirlər. Və sonda spama düşməmək mifi. Əgər siz bir çox insana fərqi yoxdur API ilə və yaxud da toplu mesajla mesaj göndərirsinizsə və geri dönüş almırsınızsa, auditoriya və yaxud da ki, kontent səhvdirsə, siz spama düşəcəksiniz. Sadəcə API-dən istifadə etdiyiniz halda şablonlarınız Meta tərəfindən qəbul olunmayacaq. Yəni, fərqi yoxdur. API istifadə edirsiniz və yaxud da ki, toplu mesaj istifadə edirsiniz. Əgər kontentinizdə və yaxud da ki, auditoriyanızda problem varsa, əgər dəyər yarada bilmirsinizsə, spam hər zaman qaçılmazdır. Təşəkkürlər.